ağlasın gülsün. Şadlığından az qalıram dəli olan. Bircə ölməydim, o günü görəydim ki, Sara bacım dirilib bu qapıdan içəri girir. Bismillah, bu laf möcüzədir ki. Vaxt tapmışsınız oynamağa. Bir başıma xeyr. Ay xanım, elə qəfildən gəldin ki, elə bildim Sara bacım Ay qorxuyub. kıza varalanmayın, yer yığış eləmək vaxtıdır. Birazdan qonaqlar gələcək. Ay xanım, bu şeyh görəsən kasıbları da dirildir. Vallahi o balaca oğlan, o tüfül yadımdan çıxmır. Sen şeyhe yalvar ki, əvvəlcə Kərbəlayı Noruzu evin kişisini dirilsin. Kişi dirilsə, uşaq da olar. Başa Ay düşdü? xanım, bəlkə elə deyək, ikisini də birdən dirilsin, hə? Kefin necədir ana? Qar olsun benim günüm. Senin elinden az kalıram, özümü öldürüm. İstəyirəm elimle qəbir qazam, girim içine, belki canım kurtara. Yox, sen istesen de öyle bilmeyeceksin. Ölsen bile şeyh seni dirildecek. Yine ölüme istesen, yine dirildecek. Diyecek, ey Fatma hanım, kalk ayağa. Ona göre de sen öyle bilmeyeceksin. Mütəkəllərə etmə, qalk görüm, qalk! Sen ne istiyorsun? Səndən ötürü qoymamışıq bunları. Əzi belə... Bildim yüreğinden ne geçir. İstiyorsan şeyh senin erini diriltsin. Ya! Ya! Samik. Nişanlın geldi, niye kaçırsan kız? Kes sesini. Aleykümselam ağa, buyur içeri. Eğer ne xoşbəxt insansan, fələyin işine bakayım. Mənə yan yörəsini göstərir, mərmər kimi sinəni sənə. Bəxtəvərsən, 13 yaşında mələk kimi bir qız alacaqsan. Çiçək kimi, yarpaq kimi. Ağzı süd qoxulu, 13 yaşında. Nə xoşbəxt adamsın. Utan. Anandan utana ki. Kızışma, kızışma. Lotusan, vur gelsin. Vur. Otur. Otur, otur, otur. Otur. Otur, mən də gedim nişanlı çağırım. Nazlı! Ay Nazlı! Nişanlın geldi, bura gel! Kes sesini. Sərxoş! Ay oğul, bu ne biabırçılıktır. Axı ayıptır. Kurban olaram anama, darıkma, her şey düzeler. Her şey. Ay uşaq, başıma xeyir. Bu laf dəli olub. Əli, ay Əli, gəl bu zibili ateşiyək. Ay hanım, Sibil hanı. Ne gözlerini döyürsən? Zibil mənəm. Tut mənim qulağımdan, apar at çölə. Ana, Zibil gedir. Çıx get. Dadaş, o nə sözlərdi danışırdın? Ayıp deyil. Yox, bir qız sevmişəm 13 yaşında. Ənni kirşanı qələm qaşında. Yazıq bacım. And olsun Allaha, mən bir bağırağa yere gitmeyeceğim. Tutaq ki getmədin. Onda səni itələyib deyəcəklər ki, dayanma, get. Çönüb görəcəksən ki, öz atan Hacı səndir. Yenə getmək istəməyəcəksən. O zaman anan səni dürtmələyəcək. Onun arxasınca xalaların, bibilərin, əmilərin itələyəcək. Gün gələcək, bu doğma evimizdən köçüb gedəcəksən, yad yerə düşəcəksən. O zaman məni hardan tapacaqsan? Hardan? Ana, başına dönüm ana.
Kurban olum ana. Belki ben bütün bunları şefafasına deyirəm. Bağışla beni. Oğlum, benim bedbaht balam. Geçin yolda, yabağa takılmayın. Hay Kemal, sakin olun. Ya şeyh, qədəmlərinize kurban olum. Buyurun bize, biz tərəfə. Öyle şey yoktur. Şey selamları bize geçmelidir. Yok, şeyh selamları biz tərəfə getməlidir. Şey, bırak bizim üstümüze taşı. Bırak eşeğin başını diyor. Eşeğin başı, başın hakkı eşeğin başını bırakan da öyle.